Salam əziz izləyicilərimiz, biz bugün Göygöl rayon Balçılı kəndində gözəl bir müəllimimizin evində qonaq olduq. Sağ olsun bizi qarşıladı. Xoş gördük müəllim sizi. Hoş gününüzə gələk. Adınız, soyadınız? Əhmədov Rövşən Yunisoğlu. Neçənci ildə anadan olmuşsunuz, hardan? 1957-ci il 20 fevralında Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuşam. Məktəbi, orta məktəbi, Tbilisi 73 sayılı Axundov adına orta məktəbi bitirmişəm. Sonra Gəncə Dövlət Universitetindən Tarix fakültəsini bitirmişəm. Əmək fəaliyyətimə, yəni pedaqoji əmək fəaliyyətimə 1986-cı ildə Göygöl rayonunun Xəqani kəndində orta məktəbdə tarix müəllimi kimi, tarix coğrafiya müəllimi kimi fəaliyyətə başlamışam. Və əmək fəaliyyətimi həmin məktəbdə başa vurmuşam. 2022-ci ildə təqaüdə çıxmışam. Hal-hazırda da təqaüdçüyəm. Ümumilikdə neçə il? Ümumilikdə 45 il əmək stajım olubdur, fasiləsiz əmək stajım olub. Onun 36 ili pedaqoji stajım. Fəxri adlarınız, mükafatlarınız olur? Yox. Neçənci ildən təqaüddəsiniz dediniz? 22-ci ildə. Müəllimlik sizin üçün nə deməkdir, nə demək olubdur? Müəllimlik mənim üçün çox şərəfli bir peşə olub. Nəyə görə? Çünki mənim babam da mənim, atam da mənim. Mən də o ənənəni davam etdirirəm. Bizim nəslimizdə, yəni ata tərəfi nəsildə demək olar ki, 90% ali təhsil, 90-ın da 85%-i mənim. Bakıda Bakı Dövlət Universitetinin professoru var, Mühüm İnşaat Memarlıq Universitetində müəllim, dekan olubdur, Polat müəllim, Mühüm Əmim oğlu Azalın əməkdaşı olubdur. Balaca qardaşım Xarkov Əzazçılıq Universitetinin professorudur. Yəni ailəmiz... Ziyalı ailəsi. Bəli, ziyalı ailəsi olmuşuq. Və o peşəni, atamın peşəsini, babamın peşəsini davam etdirmək mənim üçün böyük şərəfdir. Və sanıram ki, uğurla o işin öhdəsindən uğurla gəlmişim. Çox gözəl. Mən yoldaşınız şimdi adını, soyadını deyərdiniz. Yoldaşım Əhmədova Fəridə Aslan qızı Zaqatala şəhərindən anadan olub. 77-ci ildə o da mənlə bərabər universitetin Dil Ədəbiyyat Fakültəsini qəbul olub. Oranı bitirdikdən sonra da nişanlanmışıq, ailə qurmuşuq və birlikdə əmək fəaliyyətinə də Xəqani məktəbində davam etdirmişik. O da mənlə bərabər 22-ci ildə təqaüdə çıxmışıq hər işimiz. Hər işimizi yola saldılar təqaüdə və bugün də çox şükür yaşayırıq. Çox şükür. Mən evladlarınız var, neçə evladınız var, adlarını deyərdiniz? 4 evladımız var. Böyük validə müəllimə, həmin işlədiyimiz məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir. Digər evlatlar, qızlarım, onlar da ali təhsillidirlər, ancaq peşəsinə uyğun işləmirlər. Daha doğrusu müəllimədirlər, amma başqa sahədə çalışırlar. Son 5-i oğlumdur, o da Gəncə Aqrar Universitetinin Energetika fakültəsini bitirdi. Sonra Aviasiya Akademiyasında magistraturanı bitirdi ixtisas üzrə. Hal-hazırda Azərkold Səhmdar Cəmiyyətində Çovdar yatağında baş elektrik kimi fəaliyyətini davam etdirir. Çox gözəl. Nəvələr var, neçə nəvəniz var? Nəvələrim 9 nəvəm var, 3 nəticəm var. Nəvələrim də böyüdükcə bizim yolumuzu davam etdirirlər, yəni oxuyur, hamısı getdikcə ali təhsil alırlar. Belə. Biz müəllimlik sizin üçün belə deyək də, necə deyim, keçmişdəki təhsil arasındakı, indiki təhsil arasındakı fərqi nədə görürsünüz? Bilirsinizmi, adətən... Qocaman müəllim kimi sizdən o sualın cavabını istəyər. Qocaman insanlar yeni gələni biraz, necə deyim, qəbul eləmək istəmirlər. Amma bu əlbəttə ki, yanlış fikirdir. Təhsilimizdə müsbət cəhətlər əlbəttə çoxdur.
Bax, hal-hazırda məsələn elektron kitabxanalar, kompüterlər, bunlar hamısı nailiyyət, böyük bir nailiyyətlərdir. Ancaq təəssüflər olsun ki, təəssüflə mən bunu qeyd edəcəm ki, insanların biraz məktəbə, daha doğrusu təhsilə və müəllimə münasibəti biraz cınızlaşıb sanki. Bəlkə mənə elə gəlir, amma mən onu hiss edirəm. Əvvəllər müəllimi cəmiyyət ovcun içində tuturdu. Yəni, bütün cəmiyyətdə olan qalmaqallı məsələlərdə müəllimə müraciət edirdilər ki, o bu işi düzsün, qoşsun. Amma son devirlərdə bunu mən hiss eləmirəm. İndi inkişaf gedir. Əlbəttə, burada qüsurlar da olacaq, nöqsanlar da olacaq. Amma mən arzu edirəm ki, millətimin, gələcək olan balalarımızın gələcəyi parlaq olsun. Çox gözəl. Və buna mən inanıram da, arzu edirəm də ki, onların gələcəyi parlaq olsun, gözəl olsun. Mən bəs buradan sizə baxacaqlar. İnşallah çəkdik, işıqlandıracağıq sizi. Buradan baxacaqlar sizə gələcəkdə fəaliyyət göstərən müəllimlərimizə nə tövsiyə edirərdiniz? Onlara ilk növbədə can sağlığı, möhkəm səbir və arzu edirəm ki, o müəllim, şərəfli müəllim adını heç vaxtı, heç nəyə dəyişməsinlər. Ən əsası da məsuliyyətli olsunlar. Bəli, məsuliyyətli olsunlar. Bu müəllim adına xəlal gətirəcək heç bir hərəkətə yol verməsinlər. Və gələcəyimiz olan uşaqları sevsinlər. Hər şeyin başlanğıcı məhəbbətdir. Tərbiyənin də başlanğıcı məhəbbətdir. Bir-birlərini Uşaqlara, onun ətrafına məhəbbətlə yanaşmaq lazımdır. Onda istədiyin ala bilirsən. Onda bir-birlərinin arasında hörmət Hörmət, yaranır. əlbəttə. Məhəbbət varsa, hörmət də olmalı. var. Doğru. Əlbəttə ki. Onda əminəm ki, hər şey uğurlu alınır. Mən belə hiss eləmişəm və yanılmamışam. Yanılmamışam. Bəs mən sizə baxacaqlar, özünüzün dərs dediyiniz şagirdlərinizə nə deyə bilərsiniz? Hamısını öpüb bağrıma basıram. İçində şuluqları da olub, sözə baxmayanları da olub, oxumayanları da olub. Ancaq mən onlara yaxşı oxumağına və yaxud da pis oxumağına görə yox, gələcəkdə yaxşı insan, gözəl vətəndaş olmaqlar üçün çalışmışam. Hamı oxuyub Molla Pənah olmaz. Amma insan olmaq, gözəl vətəndaş olmaq, gözəl ailə başçısı olmaq hər kəsin borcudur. Və bunun üçün də mən həmişə çalışmışam. Sanıram ki, uğurlu olubdur. Məni harda görürlər, bağırlarına basırlar. Vallahi. Vəzifədə, yüksək vəzifələrdə, polisdə, nə bilim, icrada, vəzifədə olan şagirdlərim var. İnanın, harda görürlər məni duz kimi yanıyırlar. Yəqin onu mən qazanmışam. Yan keçmir. Qazanmışsınız ki, sizin hörmətinizi saxlayırlar. Bugünkü gündə sizlə görüşürlər. Allah hamısına can sağlığı, uğurlar arzu edirəm. Heç vaxt ayaqları büdrəməsin inşallah. İnşallah. Millətimizə də arzu edirəm ki, gələcəkləri yaxşı olsun, parlaq olsun. Amin. Bax, müstəqil dövlətdə yaşayırıq. Bu müstəqillik çox baha başa gəlib bu xalqa. Çox baha başa gəlibdir. Şükür, bugün əmin-amanlıq içindəyik və bunun qədrini bilmək lazımdır, dəyər vermək lazımdır və bunu qorumaq üçün hamı çalışmalıdır. Müstəqil olmaq hər şey deməkdir. Əlbəttə ki. Kölə olmaq bədbaxtçılıqdır. Mən arzu eləyirəm, həmişə müstəqil azad olsun millətim. Amin. Mən çox sağ olun. Təşəkkür edirəm. Bizi qarşıladığınız üçün çox sağ olun. Allah razı olsun. Dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Mən sizə təşəkkür edirəm. Nə yaxşı ki, yada salmısınız. Gələnəkləriniz var olsun. Var olun. İşlərinizdə, şəxsi həyatınızda həmişə sizə uğurlar arzu edirəm. Çox sağ olun. Allah sizi qorusun. Çox sağ olun.